Hörmətli qonaqlar, xanımlar və cənablar, International Maths Challenge və Kopernik Riyaziyyat Olimpiyadası başlayır. Sizin gür alqış sədaları altında açılış mərasimində çıxış edir İnci rəqs qrupu. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.
Salam, hörmətli qonaqlar, əziz şagirdlər, dəyərli valideynlər və müəllimlər. Hər biriniz International Maths Challenge və Kopernik Riyaziyyat Olimpiyadasının mükafatlanma mərasimində xoş gördük. Bugün qalib olan öz biliyi ilə yüksək nəticələr əldə edən şagirdlərimiz mükafatlanıb, medallarla təltif olunacaqlar. Biz onların hər birini ürəkdən təbrik edirik. Əminik ki, arxa cərgədə əyləşən valideynlər, elə şagird dostlarımız özlərini ən isti, ən gür alqışlarla təbrik edirlər. Əziz şagirdlər, dəyərli qonaqlar, hər birimiz üçün əhəmiyyətli olan belə bir təntənəli mükafatlanma mərasimini ilk olaraq Azərbaycan Respublikasının dövlət himni ilə başlayırıq. Hörmətli qonaqlar, əziz şagirdlər, indi isə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhunu sükutla yad edirik. Allah rəhmət eləsin. Əziz qonaqlar, bugün toplaşdığımız iki olimpiyada haqqında sizə məlumat təqdim edək. International Maths Challenge haqqında sizə məlumatı təqdim edirik. 2012-ci ildə Taylandın paytaxtı Bangkokda əsası qoyulan International Maths Challenge bugün 141 ölkəni əhatə edən, minlərlə şagirdi bir araya toplayan bir olimpiyadadır. İlk dəfə 10 məktəbdən 144 şagirdin iştirakı ilə başlayan bu təşəbbüs 2014-cü ildən beynəlxalq status qazanıb. 2020-ci ildə pandemiya dövründə onlayn format IMC-ni şagirdlər üçün daha əlçatan etdi. 2024-cü ildə isə 141 ölkədən 13 mindən çox qeydiyyat, 12 min iştirakçı yarışmada öz bilik və bacarıqlarını nümayiş etdirdi. Bugün IMC həm onlayn, həm də əyani formatda keçirilir. Son illərdə final mərhələsinin yenidən əyani keçirilməsi şagirdlərdə həm akademik, həm də beynəlxalq təcrübənin genişlənməsinə böyük və zəngin töhfə verir. Ötən il keçirilən IMC 2025 Bangkok finalında 17 nəfərdən ibarət milli komandamız böyük uğur qazanıb. Onların adlarını sizə təqdim edirik. Belə ki, qızıl medal qazanan bizim şagirdimiz Cüneyd Qəmbərov idi. Gümüş medalçılarımız Darya Dimitriyeva, Davud Adışirinli, Cəsur Əlizadə, Paşa Cabbarlı, bürünc medalçılar Əli Cəbrailzadə, Əsli Topalova, Nilay Mustafayeva, Ayxan Abbaslı, Mehdi İbrahimov. Fəxri fərmanlarla təltif olunanlar isə Minaya Hacılı, Əli Hüseynzadə, Yusif Abbasov, Əlixan Əsədov, Yusif Qocayev və Mikhail Dimitriyevdir. Bu nəticələr göstərir ki, Azərbaycan riyaziyyatı
xeyli irəlidədir və dünyada rəqabətli bir mühitdə, bu rəqabətdə öz bilik bacarıqlarını ən yaxşı şəkildə nümayiş etdirib ölkəmizə kifayət qədər medalla qazanan, qayıdan şagirdlərimiz var. Biz onları əminik ki, burada hər kəs təbrik etmək istəyir, təbrikinizi ünvanlamaq isə sərbəstdir. İndi isə hər birinizə Kopernik Riyaziyyat Olimpiyadası haqqında məlumat təqdim edirik. Kopernik Riyaziyyat Olimpiyadası riyaziyyata marağı olan şagirdləri bir araya gətirir. Yalnız riyaziyyat deyil, burada həmçinin onların məntiqi, təfəkkürü, təhlil etmə qabiliyyətləri önə çıxarılır. Olimpiyadanın əsas məqsədi sadəcə yarış mühiti yaratmaq deyil, riyaziyyatda dərin maraq formalaşdırmaq, istedadlı şagirdləri beynəlxalq akademik mühitə çıxartmaqdır. Bu olimpiyadanın beynəlxalq final mərhələsi hər il riyaziyyat istiqaməti üzrə Kolumbiya Universitetində, New Yorkda keçirilir. Bu il finalın 7-ci dəfə təşkil olunması planlaşdırılır və olimpiyadada adını böyük alim Nikola Kopernikdən alaraq elmə və innovativ düşüncəyə verilən dəyəri simvolizə edir. Biz hazırda istərdik ki, sizə Kopernik Riyaziyyat Olimpiyadası haqqında video çarxı təqdim edək, diqqətimizi ekrana yönəldirik, ardından isə sizə deyəcəklərimiz var. Welcome to Copernicus, where the world's brightest minds meet. It's a beautiful morning in New York City. Hello, my name is Almas Nugbaev and I am from Kazakhstan. My name is Shahriyar Ali and I'm from Pakistan. I'm Maria Victoria, I'm from Bolivia. I'm Aytaj Gasimova, I'm from Azerbaijan. I'm Eleanor Stekat and I'm from Morocco. Hello, I'm Sofia and I'm from Brazil. My name is Chelsea Wangui Wainaina. I am from Kenya. My name is Aaron. I'm from Angola. Hi, I am Enrique Ordóñez and I am from Peru. My name is Mara Haletum, I'm from Jordan. My name is Fiat Sahina, I'm from Turkey. My name is Ayumarang and I'm from Mongolia. I'm really excited to be here in New York during a mathematics competition, and I really hope that I could get something. I'm passionate about maths and all that things, so I'm really excited to be here. It's my first time in New York. It's a very big city. I'm very excited to be there. It's actually my first experience on the global round, the global stage on an Olympiad. I'll have experience New York. I'll visit a couple of universities after the Olympiads, and I hope I will get an amazing experience, so I will prepare more for the next Olympiads. I feel really good because I am a representative of my country and it's necessary to do the best things that we can to have the best results. This opportunity will help me in the future, like studying in the US. I'm very proud to represent my country, Jordan. I'm really excited about the global rounds and I'm really happy I'm here because this is a big opportunity both for my future and I think it would be really interesting to see the New York City, the United States, because this is my first time here. I chose the Math Olympiad because mathematics is such a vast topic and you can also use logic, which I'm really fond about. I expect the competition to be hard, but it's okay because at the end of the day it's an experience and I'm not just here to win. I'm so excited for Global Round, and I hope it's going to help me to apply for my dream universities and to become a lawyer or an attorney. And yeah, it's going to be helpful for me. I'm very excited. I think it's going to be an amazing experience where I'll be able to talk to a lot of people from different countries and I'll learn a lot about math. I think that doing this exam, I'm going to improve my math ability. I'm going to improve my time management doing exams, and that's going to help me a lot because the area that I want to do, it's a STEM area and math is very important for it. So I think it's going to be an amazing experience to also connect with different students. Sometimes all I think about is you. Late nights in the middle of June. He waves been faking me out. Can't make you happier now. Sometimes all I think about is you. Late nights in the middle of June. He waves been faking me out. Can't make you happier now. Usually I put something on TV, so we never think.
Hər iki haqqında bəhs olunan olimpiyadaya dair video çarxı sizə təqdim etdik və hər iki olimpiyadada Azərbaycanlı şagirdlər yüksək nəticələrlə ölkəmizə qayıdırlar. Kopernikin finalı haqqında sizə məlumat təqdim edim. 2025-ci ilin iyul ayında New Yorkda keçirilən Kopernik Olimpiyadasının finalında Azərbaycanın milli komandası Global Olympic Center'ın təşkilatçılığı ilə uğurla çıxış edib. Əməli nəticələr var ən əsası. 28 ölkənin iştirak etdiyi yarışmada komandamız 5 qızıl, 21 gümüş, 22 bürünc medal və 4 fəxri fərman qazanıblar. Bugün uğur qazanan gənclərimiz artıq onların əksəriyyəti Stanfordda, Harvardda, Hong Kongda top 100-lükdə olan universitetlərdə təhsil alırlar və biz onların hər birinə uğurlar arzulayırıq. Onlar üçün də təbrik alqışlarımızı səsləndiririk. Əziz şagirdlər, dəyərli valideynlər, olimpiyadaya gedən yol böyük bir yoldur. Bugün biz sizinlə mükafatlanmaq üçün bir araya toplaşmışıq, amma bugünə kimi şagirdlərimizin qət etdiyi böyük bir yol var və bu yolda onlara dəstək olan valideynlər, müəllimlər hər zaman onların yanında dayanırlar. Və bu yolda təcrübəsi olan Global Olympic Center'da şagirdlərimizin ən yaxşı nəticə nümayiş etdirməsi üçün əlindən gələn əsirgəmir və hazırda sizin alqışlarınızla Global Olympic Center'ın direktoru Xəyal İbrahimzadəni səhnəyə sizin alqışlarınızla dəvət edirik. Təşəkkür edirəm Abbas bəy. Hörmətli qonaqlar, əziz şagirdlər, hörmətli valideynlər, xoş gəlmisiniz. Sizi burada görmək, sizi istedadlı balaları görmək bizim üçün həqiqətən də xoş və qürur verici histir. Və hər dəfə bir mükafatlandırma mərasimində sizin kimi istedadlı şagirdləri görmək və onların istedadının üzə çıxması və bu yöndə onlara motivasiya və dəstək olmaq bizim üçün həqiqətən də çox qürur verici və fəxr olunası bir işdir. Mən inanıram ki, sizlərin arasından gələcəyin ən böyük duhaları çıxacaq. İstedadlı balalarımızdan alimlər, professorlar, bəlkə də böyük dövlət şəxsiyyətləri olacaqlar. Və mən inanıram ki, siz harada olursa olsun, ölkəmizi layiqincə təmsil edəcək, Azərbaycanımızın adını ucaldacaq və öz bilik və savadınızla həmişə ön pillələrdə olacaqsınız. Bugünkü gündə də sizi biz medalınızı verməyə, sertifikatınızı almağa yox, eyni zamanda əziyyətinizi qiymətləndirməyə gəlmişik. Medaldır, bunlar sertifikatdır. Sertifikatınız portfolyonuza universitet qəbulu zaman lazım olacaq. Medallarınız da xatirəyə çevriləcək bir müddət sonra. Amma sizin burada əldə etdiyiniz təcrübə, əldə etdiyiniz çətin öyrənməyə qarşı stimullaşdırma, çətin öyrənməyə bir növ, yəni bütün alimlərin bunu Cambridge-in hesabatında da verilir. Ümumiyyətlə, beynəlxalq olimpiyada və yarışmalara hazırlaşan şagirdlərdə çətin öyrənməyə stimullaşdırmanın əsasıdır. Siz bu yolu keçirsiniz və inanıram ki, bu yolda keçdiyiniz yolda öz həmyaşıdlarınızdan fərqlənəcəksiniz və öz həmyaşıdlarınızdan fərqləndikdən sonra isə artıq fərq yaradıb daha yaxşı yerlərə, daha böyük hədəflərə çatacaqsınız. Bayaqları bizim dəyərli aparıcımız Abbas bəy bildirdi ki, artıq Kopernik Olimpiyadasında iştirak edənlərin səsləri hansı universitetlərdən gəlir. Nə xoş ki, bizim belə bu cür şagirdlərimiz və istedadlı balalarımız var. Onların sayı daim çox olsun və dünyada bizim öz yetirmələrimiz, alimlərimiz, ziyalılarımız olsun. Mən inanıram ki, bunlar sizsiz. Birazdan sizdən xatirə şəkli çəkəndə xahiş edirəm, mənlə yaxşı şəkil çəkəsiniz. Mən bir gün lazım olar, gələrəm sizin yanınızda siz bir alim, professor olanda. Bizim növbəti olimpiyadaçılar üçün bir xahiş edərik, bir sizdən dəstək istəyərik. Və əziz şagirdlərimiz, bugünkü olimpiyadamızın mövzusunda mən bir neçə məsələlərə toxunacaqdım. Bu məsələlərdən biri də süni intellekt mövzusudur. Yəqin ki, aranızda süni intellektlə məşğul olan, hətta içərinizdə süni intellekt ADA Universiteti tərkibində olan ADA məktəbində fəaliyyət göstərən Cüneyd də buradadır. Cüneyd ADA məktəbində və ölkə daxili olaraq süni intellekt bir olimpiyadası qurmuşdu o zaman. Bu artıq bir təşviq idi, çox gözəl bir təşviq idi və biz də şagirdlərimizin bu istəyini gördük və gördük ki, artıq Azərbaycanda bir tələb yaranır. Tələb nədir? Bilirsiniz ki, dünya tərəfindən OpenAI, Google Mind, UNESCO və digər qurumların dəstəyi ilə beynəlxalq süni intellekt olimpiyadası keçiriləcək. Bu süni intellekt olimpiyadasına bu ildən etibarən artıq Azərbaycanda qoşulacaq. Artıq rəsmi və tək nümayəndəsi biz Global Olympiad Center'ı sizi AI Azərbaycan, yəni süni intellekt olimpiyadasına dəvət eləyirik. Ödənişsizdir.
Naxçıvanda, Gəncədə, Bakıda, Sumqayıtda, digər yerlərdə təşkil olunur və istəyirik ki, ora qoşulasınız. 5 və 11-ci siniflər qoşulmalıdır. Senior və junior olaraq bölünəcəksiniz kateqoriyalara və içərinizdən ən yaxşı, sonuçta milli finalda keçəndən sonra ən yaxşı 10 nəfər 109 ölkənin iştirakı ilə Əbu Dabidə keçiriləcək finalda avqust ayında ölkəmizi təmsil edəcək. Mən inanıram ki, o istedadlı şagirdlər ölkəmizə ilk dəfə qatıldığımız bu layihədə böyük uğur gətirəcəklər, digərlərində olduğu kimi. Digər məsələ isə biz Global Olimpiad Center olaraq sizlərə AI vasitəsilə, yəni süni intellekt vasitəsilə Amerikanın AI Olimpiad platforması ilə, beynəlxalq platforması ilə elədiyimiz əməkdaşlıq əsasında biz artıq onlarla əməkdaşlıq eləyəcəyik və Azərbaycanın şagirdlər üçün də o portfolio artıq görsənəcək və sizlər öz bilik və bacarıqlarınızı çətin öyrənməni daha da stimullaşdırma məqsədi ilə burada istifadə edə biləcəksiniz və yəqin ki, fotonu görürsünüz, budur onun logosu. Çiçəkini çəkin, evdə maraqlanarsınız, çünki bu sizə lazımdır. Şagirdlərimiz də çəkməklərini sizdən rica edəcəm. Hörmətli valideynlər, övladlarınızı bu yöndə yönləndirin ki, çünki gələcəyin əsas bacarıqları və əsas tələblər süni intellektlə bağlıdır. İndidən öyrənsələr onların xeyrinədir. Digər məsələ isə əziz şagirdlər, bilirsiniz ki, Global Olimpiad Center bir neçə qarşıdan tədbirlərimiz gəlir. Onlardan biri də qarşıdan Kanadada təşkil olunacaq. Toronto Universitetinin dəstəyi ilə keçirilən Spirit of Master. Orada da sizi gözləyirik. Kimlər ki, Kanadada belə deyək, Toronto Universitetini hədəfləyirsə, bu universitet onlar üçün yaxşı bir portfolio rolunu oynayacaq. İnanım ki, oraya qoşulanlar da öz uğurlarını əldə edəcəklər. Və bugünkü bu möhtəşəm tədbirimizdə səhərdən də biz davam edirik. Burada bizə dəstəkçilərimiz, bizə dəstək olan dəyərli qonaqlarımız var. Bunlardan ilk öncə mötəbər, dünyaca məşhur, bildiyiniz, siz əziz valideynlərimiz daha yaxşı biləcəklər. Mən bilirəm ki, bugündən etibarən öz övladlarına da bunu tövsiyə eləyəcəklər. ACA haqqında danışmaq istəyərdim. ACA bizim həm tədbirin baş sponsorudur və eyni zamanda ACA bilirsiniz də maliyyə, mühasibat, uçot, bu kimi mövzularda dünyanın bir nömrəsidir. Yəqin ki, içərisində maliyyətçi, iqtisadçı olmaq istəyən var. Daha doğrusu bu böyük siniflər bunu istəyirlər və bunun üçün siz elə gözləməyin, siz universiteti bitirməlisiniz. Gözləməyin kimsə sizə gəlib deyəcək ki, mən maliyyəni öyrən. İndidən etibarən siz artıq məktəblilər üçün olan, ACA-nin məktəblilər üçün olan platformasından yararlana bilərsiniz. Bunun sayəsində siz inkişaf edəcəksiniz və orada əldə etdiyiniz sertifikatlar, yəni bugün ən yaxşı mühasib, belə deyək də, ACA-nin bir sertifikat, bir neçə çoxlu sertifikatlar var. Alıbsa dərhal ki, mənim bu sertifikatlarım var, LinkedIn-də dərhal paylaşırlar və sizlər də onları indidən əldə edə bilərsiniz. Yəni, kiçik yaşdan başlayın. Gözləməyin ki, o vaxta gəlsin. Mən bilirəm ki, riyaziyyata həvəsi olanlar olduğuna görə bu sizin üçün daha yaxşıdır. Növbəti məsələ isə bizim dəyərli sponsorumuz var. Bu Star College-dir. Bilirsiniz ki, siz ən yaxşı universitetlərdə oxumaq üçün bir portfoliyonuz olmalıdır. Yəni, sizi universitetlər, dünyanın ən yaxşı universitetləri təqaüddür, qəbuldur, sizin imtahan nəticənizə görə vermir. Yəni, IELTS-də, SAT vermir. Eyni zamanda olimpiyadalarda iştirak eləməlisiniz. O sizin portfoliyonuz üzəridir. Portfoliyonu biz sizə kömək eləyirik. Amma IELTS-dir, SAT-dir, TOEFL-dır, bu mövzularda Star College-dən çox əladır müəllimləri. Demək olar ki, Azərbaycanın ən yaxşı müəllimləri oradadır. Gedib oradan da yararlana bilərsiniz. Onsuz bu günlər Hüseyn müəllim bütün mükafatçılara hədiyyələr gətiriblər, endirim faizləri veriblər. Kiçik hədəfiniz onsuz da xaricdə təhsildirsə, bu sizə böyük təhsil kömək olacaq, yararlana bilərsiniz. Və bizim daimi tərəfdaşımız səfərlərdə mütəmadi bizim həm təhlükəsizlik, həm rahat şəkildə getməyimiz, gəlməyimizi təşkil edən İTİSTUR'a da təşəkkürümüzü bildiririk ki, onlar daim bizimlədir və ən yaxşı partnyorlarımızdan da təşəkkür edirik Elxan bəyə. Və mən sonda cümləmin məğzimi bitirdiyim zaman birazdan qonaqlarımız danışacaqlar. Mən istərdim əziz şagirdlər, həmişə ənənəmizə sadiq qalaraq bu gün də sizdən bir şey rica edəcəm. Bilirsiniz ki, bu həyatda bizə daim dəstək olanlar var. Nə olursa olsun, bəzən uğurlu, bəzən uğursuz, hər gün medal almaq olmaz. Hər dəfə də həyatda uğurlu olmaq olmaz. Amma ən gözəl şey valideyninizlə olan bağınızdır, sevginizdir. Onlar nə olursa olsun sizin yanınızdadır. Bir gün qələbə qazananda, bir gün uduzanda, bir gün sevinəndə, bir gün pis olanda fərqi yoxdur. Amma bu günləri onlar həmişə sizə nə deyirlər? Arxanızdayıq, nə lazım? Pis olmayın, bu sözlər deyirlər. Bu gün də sizdən arxadadılar. Zəhmət olmasa ayağa qalxın şagirdlər, geriyə dönün və valideynlərinizi ürəkdən alqışlayın. Çox gözəl. Valideynlər övladlarına əl eləyirlər. İnanıram ki, gün gələcək sizin övladlarınız ən böyük kürsülərdə olacaq. Sizin nəzərinizdə ən yaxşı yer haradırsa,
orada olub sizi bu cür salamlayacaq. Bəlkə televizor qarşısında, bəlkə də universitetdə bir mühazirə verərkən. Yəni nə arzuluyursa onun olmasını və övladlarınızla bağlı ən gözəl hadisələrin olmasını arzuluyoruz. Çünki məqsədimiz istedadlı balalar yetişdirməkdir. Bu istedadlı balalar yetişdirirsə görə sizə təşəkkür düşür. Amma bir şeyi unutmayaq. Getdiyimiz yolda müəllimlərsiz getmək olmur. Bayaqlar ACA-yi dedim maliyyəni öyrədir. Dedim ingilis dilini bilmək lazımdır, Hüseyin müəllimgili dedim. Dedim bu səyahətə getmək lazımdır, onda da gərək bir dil biləsən. Bunun üçün nə lazımdır? Bizə yol yoldaşı lazımdır. Uzaqda olan çırağa çatmaq üçün bu valideynlərimiz bizə dəstək olur öz yerində. Amma bizə kömək olmasa biz o elmlərdən agah olmarıq, bilmərik. Düha olmarıq, alim, professor, nə istəyirsə, ən yaxşı sənətkar ola bilmərik. Bunlar kimlərdir? Bizim dəyərli müəllimlərimiz, ikinci valideynlərimizdir. Onlar bəlkə canlı yayımdan sizi izləyir, bəlkə də gözlüklə xəbərinizi, bir şəklinizi, fotonuzu paylaşacaqlar. Mən sizdən rica eləyərdim, dəyərli dostlar. Gəlin burada alqışlarımızla müəllimlərimizə öz sevgimizi göndərin. Belə, mən sizi artıq yormuram. Sizə təşəkkür eləyirəm. Sizi görmək həmişə bizim üçün xoşdur. Yaxşı ki varsınız. Yaxşı ki sizin kimi istedadlı şagirdi var. Çox sağ olun, minnətdarım. Görüşmək ümidilə. Təşəkkür edirik Xəyal bəy, çox sağ olun. Digər olimpiyadalar və digər şagirdlərimiz üçün yaradılan fürsətlər haqqında məlumatları təqdim etdiniz. Sizə isə əziz şagirdlər bütün bu fürsətlərdən yararlanmaq düşür. Niyə? Çünki bu mərhələdə, yaşınızın bu dönəmində əldə etdiyiniz bütün uğurlar gələcək uğurlarınız üçün açılan bir yoldur. Biz hazırda sizin üçün maarifləndirici bir video çarxı da təqdim edəcəyik. Haqqında bəhs olunan bu video çarxda həmin şəxs Alan Turing'dir. O, kompüter elminin və süni intellektin ideyalarının formalaşmasında mühüm rol oynayan böyük bir alimdir. Onun irəli sürdüyü ideyalar bugün istifadə etdiyimiz müasir texnologiyaların inkişafına ciddi təsir göstərib və hazırda rica edirik ki, diqqətinizi ekrana yönəldəsiniz. Alan Turing haqqında video çarxı sizə təqdim edirik. Bəzən bir insan çıxır və dünyanın taleyini dəyişir. O insanın adı Alan Turing'dir. ...1912-ci ildə İngiltərənin London şəhərində dünyaya gələn Turing hələ uşaq yaşlarından fərqli düşünürdü. Onu ən çox maraqlandıran sual bu idi. Bir maşın düşünə bilərmi? O dövrdə bu sual qəribə səslənirdi. Çünki insanlar düşünməyi yalnız insana aid davranış hesab edirdi. Turing məktəb illərində riyaziyyata və məntiqə böyük maraq göstərirdi. Sonralar Cambridge Universitetində təhsil alaraq riyazi məntiq sahəsində dərin araşdırmalara başladı. O təsəvvüründə elə bir nəzəri cihaz yaratdı ki, bugün biz onu Turing maşını kimi tanıyırıq. Bu ideya sadə, bir o qədər də inqilabi idi. O göstərdi ki, hər bir hesablama prosesi müəyyən qaydalarla işləyən bir sistem vasitəsilə yerinə yetirilə bilər. Bu fikir isə zamanla müasir kompüterlərin nəzəri əsasına çevrildi. Amma Turingin həyatı yalnız elmi nəzəriyyələrlə məhdudlaşmadı. İkinci Dünya müharibəsi illərində Alan Turing İngiltərədə yerləşən Bletchley Park adlı məxfi mərkəzdə fəaliyyət göstərirdi. Onun qarşısında son dərəcə çətin bir vəzifə vardı. Alman ordusunun Enigma adlı mürəkkəb şifrələmə sistemini sındırmaq. Bu sistem hər gün dəyişən minlərlə kombinasiyadan ibarət idi. Doğru açarı tapmaqsa insan gücü ilə demək olar ki, mümkünsüz görünürdü. Amma Turing fərqli düşünürdü. O, bu problemi insan deyil, maşın həll etməlidir düşüncəsində idi. Beləliklə, Bombe adlanan xüsusi bir cihaz hazırladı. Bu maşın saysız hesabsız ehtimalları sürətlə yoxlayaraq Enigma kodlarını deşifrə etməyə imkan verdi. Məhz bu ixtira müharibənin taleyinə təsir edən ən mühüm addımlardan birinə çevrildi. Tarixçilərin fikrincə, bu uğur müharibənin gedişatını dəyişdi və milyonlarla insanın həyatını xilas etdi. Lakin o zaman bu iş tam məxfi idi. Turing qəhrəman kimi tanınmadı. Onun xidmətləri illərlə gizli saxlanıldı. Müharibədən sonra o, süni intellekt anlayışının əsasını qoydu. 1950-ci ildə yazdığı Computing Machinery and Intelligence adlı məqaləsində məşhur bir sual irəli sürdü. Maşın düşünə bilərmi? Bu sualı yoxlamaq üçünsə Turing test adlandırılan ideyanı təqdim etdi. Əgər bir insan qarşısındakı varlığın maşın olduğunu ayırd edə bilmirsə, deməli o maşın düşünə bilir. Bu fikir bugün süni intellektin fəlsəfi və texniki təməllərindən biri hesab olunur.
Amma Turingin həyatı faciəvi sonluqla bitdi. O dövrün qanunları onun şəxsi həyatına görə onu cinayətkar elan etdi. 1952-ci ildə məhkəməyə çıxarıldı və ağır seçim qarşısında qoyuldu. O, elmi fəaliyyətinə davam etdirmək üçün kimyəvi müalicəni qəbul etdi. Bu qərar onun sağlamlığına ciddi təsir göstərdi. 1954-cü ildə isə Alan Turing cəmi 41 yaşında həyatını itirdi. Onun ölümündən 10 illiklər sonra dünya həqiqəti daha dərindən anladı. Bugün kompüterlər, süni intellekt sistemləri, şifrələmə texnologiyaları və rəqəmsal dünya böyük ölçüdə onun fikirlərinə dayanır. 2013-cü ildə Böyük Britaniya hökuməti tərəfindən rəsmi şəkildə əfv edildi. Alan Turing sübut etdi ki, bəzən ən böyük inqilab silahlarla deyil, ideyalarla baş verir. Bugün hər dəfə kompüter qarşısında oturanda, hər dəfə süni intellektlə danışanda biz onun bir zamanlar cəsarətlə verdiyi sualın davamını yaşayırıq. Əziz qonaqlar, əziz şagirdlər, özünüz də şahid oldunuz ki, bugün rahatlıqla əldə etdiyimiz bilik və bacarıq, elm yolu heç də asanlıqla başa gəlməyib. Bugün ola bilər rahatlıqla bütün bu məlumatları bir kliklə əldə ediriksə, vaxtı ikən bax belə çətin və böyük bir yol qət edənlər olub. İnanırıq ki, siz də bu elmin yolunda öz bilik bacarıqlarınızı ən yaxşı şəkildə nümayiş etdirib, hər kəsin sevincinə, fəxrinə, qüruruna səbəb olacaqsınız. Əziz qonaqlar, bugün olimpiyadamız belə bir mötəbər məkanda, Konqres mərkəzində baş tutur. Bu da olimpiyadamızın nə qədər ciddi, əhəmiyyətli və geniş miqyaslı olmasından xəbər verir. Bizimlə bərabər olub dəstəyini əsirgəməyən dəyərli sponsorlarımız var. Onlara sonsuz təşəkkürümüzü bildiririk. Baş sponsorumuz SCCA-dir. SCCA qlobal maliyyə və peşəkar mühasibatlıq sahəsində dünyanın aparıcı təşkilatlarından biri olaraq təhsildə keyfiyyət, şəffaflıq və beynəlxalq standartların formalaşmasına mühüm töhfə verir. Bugün burada SCCA, Türkiyə, Azərbaycan və Gürcüstan ölkələri üzrə rəhbəri xanım Senem Rosforester də bizlə bərabərdir. Gəlin onu alqışlarla bura dəvət edək və onun fikirlərini dinləyək. SCCA, Türkiyə, Azərbaycan və Gürcüstan ölkələri üzrə rəhbəri xanım Senem Rosforester, sizə təşəkkürümüzü bildiririk ki, bizlə bərabər siz bu olimpiyadanın keçirilməsində alqış sədası gəlib ardını gətirin. Rahatlıqla alqışlayın və Senem xanımı dinləyirik. Çok sağ olun. Çok teşekkür ederim. Herkese selamlar. Sabahtan beri özür diliyorum ama yine özür dileyeceğim. Özrümü kabul edin. Hala Azerbaycan dilinde yaşlı danışamıram. O yüzden Türk dilinde sizlere sesleneceğim. Ben ACC'nin Azerbaycan ve Gürcistan üzerinde nümayendesiyim. Buradaki bütün ilişkilerimizi ben yönetiyorum. Bu olimpiyatlarda hem baş destekçi olmayı hem de bizzat burada olmayı çok istedim. Çünkü bence sizlerin burada olma sebebiyle ACC'nin odağı aslında aynı. İkisinin de merkezinde inkişaf var. Sizin burada göstermiş olduğunuz başarılar aslında karakterinizle ilgili ve geleceğinizle ilgili çok şey anlatıyor çocuklar. Belki şu anda bunları göremiyor olabilirsiniz ama matematik dediğimiz şey aslında bütün professionların yani bütün kariyerlerin temelinde olan şey. Dünyanın da aslında yaşamın da temelinde olan bir şey. Yani bir alışveriş yapacağınız zaman, bir seyahat edeceğiniz zaman, bir yol hesaplayacağınız zaman hep matematiğe başvuruyorsunuz. Ama matematik sadece şu demek değil, yani sayıları anlıyoruz demek değil. Aynı zamanda olimpiyatlara katıldınız, burada başarı sergilediniz. Bu nedir? Sabırlısınız, odaklanabiliyorsunuz, motivasyonunuz yüksek ve var olanın biraz daha fazlasını istiyorsunuz. Aslında ACC olarak da bizim temelimizde, value'larımızda yani değerlerimizin temelinde bu var. ACCA nedir? ACCA Association of Chartered and Certified Accountants, bir İngiliz firması bu. 1904 yılında sizler gibi çok iddialı 8-9 tane aslında muhasebecinin bir araya gelmesiyle kurulmuş bir organizasyon. Ve 122 yıldır dünyada en üstün, en köklü finans ve muhasebe eğitimini veren bir kurum. Azerbaycan'da çok güçlü, tanınıyor ve destek görüyor aynı zamanda. Ama burada aslında sizleri ACC'ye bağlayan nokta şu. Ben genelde genç öğrencilerle konuşurken şunun üzerinde duruyorum. Hayallerimiz var, bir de yeteneklerimiz var. Hayaller
sınırsız. Benim inanılmaz hayal gücü yüksek bir çocuktum ve hala da öyleyim. Ama siz bu hayalleri, bu var olan yeteneklerinizle birleştirirseniz, o zaman işte güçlü bir kariyer ve başarılı bir gelecek kaçınılmaz sizin için. ACCA biraz da bunu sağlıyor aslında. Sizin yeteneklerinizi alıyor, matematik gibi yeteneklerinizi, problem çözme, mantık kurma, sayılarla rahat çalışma gibi yeteneklerinizi alıyor, onları bir kariyere oturtuyor. Nedir bu kariyer? Dünyanın en üst seviyesindeki finans profesyoneli olmak. İster danışmanlık firmalarında çalışmak, ister büyük finans, işte KPMG gibi denetçi firmalarda çalışmak, ister kendi işinizi kurmak. Kendi işi kurmak istediğinizde bile güçlü bir finans ve muhasebe background'u, geçmişi sizin için çok önemli. ACCA burada aslında devreye giriyor. Hayal Meylem aslında çok güzel bahsetti ACCA'den. Umuyorum ki ACCA olsun, başka bir şey olsun. Çok güzel bir başlangıçtasınız hepiniz. Çok kıymetli bir yerdesiniz. Umarım bu hayallerinizi ve yeteneklerinizi bir kariyere bağlarsınız. Bizim görevi sizlere bu programları tanıtmak, bunların varlığından haber vermek ve her zaman desteğiniz için de buradayız. Uzatmayacağım, biliyorum herkes ödüllerini bekliyor. Tekrar hepinizi çok tebrik ediyorum ve başarılarınızın devamını diliyorum. Teşekkürler. Təşəkkür edirik Sənəm xanım, çox sağ olun ki, bizlə bərabərsiz, şagirdlərimizdən dəstəyinizi əsirgəmirsiniz. SSC ilə bağlı əlavə məlumat əldə etmək istədiyiniz təqdirdə giriş hissədə onların xüsusi bir güşəsi var. Ora yaxınlaşaraq geniş, dolğun məlumat əldə edə bilərsiniz və SSC-nin yaratdığı maliyyə savadlığı platformasından şagirdləriniz indidən yararlana bilərlər. Bunun üçün sadəcə həmin stəndə yaxınlaşıb dolğun məlumatı əldə etməyiniz kifayətdir. Bugün bizimlə bərabər həmçinin ölkəmizdə rəsmi səfərdə olan SSCA Avrasiya və Yaxın Şərq üzrə təhsil əlaqələrinin rəhbəri xanım Tariro Masukumi də iştirak edir. Biz onu da sizin alqışlarınızla səhnəyə dəvət edirik. SSCA Avrasiya və Yaxın Şərq üzrə təhsil əlaqələri rəhbəri xanım Tariro Masukumi. Xoş gördük, Azərbaycana xoş gəlmisiniz, dəyərli fikirlərinizi eşidəcəyik. Good afternoon, everybody, and thank you once again for having us here. It's been a distinct pleasure to be part of this amazing, amazing gathering. I think for me, what strikes me is the amount of brilliance that's covered or that's captured in this room. So I really just want you to take some time just to think about what you've accomplished today and just give yourself a round of applause in the first instance. You can clap. Go ahead. I think that's a really important thing, is to sometimes when you reach milestones, sometimes you are kind of looking at the next thing. But I've been thinking quite recently about how important it is to take stock. Because obviously when you've reached a milestone, it's a huge thing and you should congratulate yourself. And of course you should be thinking about the next thing. But I think that when you think about impact, it's really about trying to think about next steps and how what you do today is investing in tomorrow. And so I am struck particularly when I came here by the fact that I've been exposed for the first time to amazing Azerbaijani culture. I've been really struck by how wonderfully polite and forward-thinking and dynamic and courageous all of the young people are. And I'm hoping, really hoping, that the next time I do come and see some of you, that I'll be very fluent in Azerbaijani. Until that's the next step. So I will close off, but I just want to do a little shameless plug just to pick up on what Senem said, which is about ACCA. ACCA is about removing artificial barriers to entry into the qualification. It's about really challenging you to be able to problem solve and for a real world context. So I really do want you to consider whether in your future you might want to become ACCA accredited. Speak to your parents, speak to your colleagues, speak to your friends, and of course speak to us, because we'll be around until the end of the day. Thank you for having us. Təşəkkür edirik. Thank you very much for your speech. Tariro Masukumi bizlə bərabər edib. Digər bizim sponsorumuz isə Star College-dir. Star College 2021-ci ildə təsis olunub, Bakıda fəaliyyət göstərən və şagirdləri dünyanın
top reytingli universitetlərində hazırlayan ixtisaslaşmış təhsil mərkəzidir. IELTS, TOEFL, SAT, göz hazırlığı, universitet müraciətləri, pre-universitet proqramları və müasir metodlarla dil kursları ilə Azərbaycan gənclərinin beynəlxalq təhsil yolunda mühüm rol oynayır və bizlə bərabər olduğunuz üçün Star College-ə xüsusi təşəkkürümüzü bildiririk və Star College-in rəhbəri cənab Hüseyn Məhərrəmova sizin alqışlarınızla bura dəvət edirik. Bugün olimpiyadamızda qalib olan hər bir şagirdimizə isə Star College tərəfindən endirim kuponları təqdim olunur və siz oradakı xidmətlərdən bu endirimli kupon vasitəsilə yararlana bilərsiniz. Hüseyn müəllim, xoş gördük sizi, buyurun. Təşəkkürlər Abbas bəy, çox sağ olun. Bugün burada olmaq mənim üçün çox sevimlidir. Sevimli şagirdlər, hamınızı bir daha salamlayıram. Hörmətli valideynlər, qonaqlar, hamınız xoş gəlmişsiniz, bir daha hamınızı salamlayıram. Bugün bu tədbirin bu gözəl formada keçməyini təşkil edən könüllülər, sizə ayrıca təşəkkürlər edirəm bir daha. Hamınızı salamlayıram. Çox super keçir, hər şey əladır. Bugünkü tədbirdə də biz Qlobal Olimpiya Centri ilə bir yerdə əməkdaşlıq edirik və əməkdaşlığımız çərçivəsində keçən ildə ilk tələbələrimizdən biri də hal-hazırda yenə çıxış edən Cüneyd Qəmbərovdur. O, qısa bir müddət ərzində Star College-ə yaxınlaşaraq, hazırlaşaraq 1520 SAT bal topladı, IELTS-dən 8 topladı. Bizlə bir yerdə, hətta Qlobal Olimpiya Centri ilə bir yerdə bir neçə olimpiyadaya getdi və oradan qızıl medallar qazandı. Nəinki Azərbaycan üzrə, hətta dünya reytingində də birinciliyi əldə etdi və bunun sayəsində də onun universitet sənədləri hal-hazırda göndərilib və çox gözəl endirimlər qazanır. İnşallah tədris ilinin sonuna qədər tam bir universiteti seçib, qərarlaşdırıb, orada gedib təhsilini alar, ona uğurlar arzu edirəm. Baxın, bu misalı mən niyə çəkdim? Çünki sizin hər biriniz gələcək Cüneyd Qəmbərovlarsınız. Niyə? Çünki, baxın, kiçik yaşlardasınız. İndi sizin həmyaşlılarınızın çoxu ya evdə yatır, ya hansısa molda gəzir və s. Amma siz bazar günü olsa da, istirahət günü olsa da, valideynlərinizlə bir yerdə gəlib burada iştirak edirsiniz. Yarışmalar keçilir, olimpiyadalar keçilir, yer qazanırsınız. Bu böyük bir, sizin gözəl bir quracağınız gələcəyin əvvəl ilk adımlardır. Yəni, siz bundan fəxr eləməz uşaqlar. Bu çox böyük bir şeydir. Bu gözəl şəraiti yaratdığı üçün isə Qlobal Olimpiya Centrə xüsusilə təşəkkür edirəm. Sağ olsunlar, Əli bəydir, Eyvaz bəydir, Xəyal bəydir başda olmaqla hamısına ki, həm bizi, həmsi hamı bir yeraya gətiriblər və bu gözəl tədbirləri təşkil edirlər. Hamıya bir daha uğurlar arzu edirəm. Çox sağ olun. Təşəkkür edirik Hüseyn bəy. Təbii ki, Star College-in də sizə təqdim etdiyi xidmətlərdən çox rahatlıqla yararlana bilərsiniz. Bizim şagirdlərimiz qalib olurlar, sonra isə beynəlxalq səviyyədə olimpiyadaların yekun mərhələsi üçün müxtəlif ölkələrə yola düşürlər və bu istiqamətdə təbii ki, onların viza məsələlərinin həllində də dəstək olan ITS-Tur var. Biz onlara da xüsusi təşəkkürümüzü bildiririk. ITS-Tur dünyanın müxtəlif istiqamətlərində tur paketləri təqdim edir, viza proseslərində peşəkar dəstək göstərir və IATA üzvü olaraq etibarlı aviabilet təminatı həyata keçirir. Xüsusi beynəlxalq final mərhələsində bizim şagirdlərimizə göstərdikləri dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk və sözü ITS-Tur şirkətinin icraçı direktor müavini xanım Nigar Əlizadəyə ötürürük. ITS-Tur şirkətinin icraçı direktor müavini xanım Nigar Əlizadə, sizə də iştirakınıza görə, ITS-Tura dəstəyinə görə xüsusi təşəkkürümüzü bildiririk. İstərdik ki, siz də qısa məlumat təqdim edəsiniz. Buyurun. Hər kəsə salam. Sizləri burada görmək, qarşınızda çıxış etmək mənim üçün qürur vericidir. Hər birinizi təbrik edirəm və düşünürəm ki, bu nailiyyətləriniz davamlı olaraq gələcək. ITS Tur şirkəti olaraq bu layihələrin içərisində olmaq isə ayrıca bir qürur vericidir. Biz bu səfərləri təşkil edərkən yalnızca o səfərlərin gedişatı deyil, təhlükəsizlik, güvən, peşəkarlıq ortaya qoyuruq və düşünürəm ki, hər biriniz bu peşəkarlığın, bu dəstəyin nəticəsində bu medallarla nəticə verirsiniz bizə. Çox sağ olun, təşəkkür edirəm. Biz sizə təşəkkür edirik, çox sağ olun dəstəyiniz üçün və şagirdlərimizdən o viza dəstəklərini xüsusilə əsirgəmirsiniz.
Bu növbəti mərhələdə burada əyləşən şagirdlər üçün mütləq şəkildə lazım olacaq. Biz inanırıq ki, indidən əminik və güvənirik ki, siz də sizdən öncəki şagirdlər kimi, şagird dostlarınız kimi ən yaxşı nəticələrlə ölkəmizə medallarla qayıdacaqsınız. Mükafatlanma mərasiminə başlayırıq. Amma bundan öncə biz ötən il ölkə mərhələsində Azərbaycan şagirdlərinin parlaq nəticələrini göstərmək istəyirik. 4-cü kateqoriya üzrə Mirmehdi Əzizli qızıl medal qazanıb. Biz onu ürəkdən təbrik edirik və səhnədə görmək istəyirik. Həmçinin 2-ci kateqoriya üzrə Mikhail Dimitriyev dünya ikincisi olub. Bu böyük bir nəticədir. Həmin şagirdləri siz də tanıyın, çünki bir neçə ildən sonra onların uğurlarının davamını görəcəyimizə inanırıq, əminik və Mirmehdi Əzizli və Mikhail Dimitriyev. Gəl Mikhail, biz hər ikinizə uğurlar arzulayırıq. Neçənci sinifdə oxuyursunuz? 10-cu sinifdə Salam, mən Əzizli Mirmehdi. Nizami rayonu 328 nömrəli məktəbinin 10-cu sinif şagirdiyəm. İlk öncə Global Olympic Center-ə bu möhtəşəm tədbirə görə təşəkkür edirəm. Hər zaman şagirdlərə beynəlxalq olimpiadalarda iştirak etmək üçün şərait yaratdığınıza görə çox sağ olun. Həmçinin bütün medal qazanan şagirdləri təbrik edir və uğurlarının davamlı olmasını arzulayıram. Bu qazandığım uğurlara görə isə müəllimlərimə və valideynlərimə çox minnətdaram. Bu qələbəmi isə mənə uşaq yaşlarımdan dəstək olan saymağı, hesablamağı öyrədən babama həsr edirəm. Bu yaxınlarda onun 70 yaşlı olur. Bu münasibətlə də onu təbrik edirəm. Bir daha təşəkkürlər. Təşəkkür edirik Mirmehdi. Mikhail Dimitriyev isə dünya ikincisidir və qarşımızdadır. Mikhail, demək istədiyin nəsə varsa buyura bilərsən. Salam. Mənim adım Mikhail Dimitriyevdir və mən təşəkkür edirəm mənim ata-ana və mənim riyaziyyat müəllimə. Biz sizə təşəkkür edirik, uğurlar arzulayırıq və inanırıq ki, bundan sonra da bu nailiyyətlərin davamını mütləq şəkildə nümayiş etdirəcəksiniz. Xəyal bəy, əlavəniz varsa buyurun. Deməli, bu şagirdlərimiz eyni zamanda iPad qazanmışdılar. Belə şagirdlərimiz çoxdur və inanıram ki, burada əyləşənlərin hamısı buna qadirdirlər. Yəni, şagirdlər, özünüzə inanın, güvənin, siz ən yaxşılarını bacarırsınız. Azərbaycanlı şagirdlərin digər ölkələrdəki şagirdlərin fərqi zəhmətkeş olmaqlarındadır. Bu zəhmətkeşliyimiz bizi çox qabağa aparacaq. Özünüzlə qürur duyun və özünüzü alqışlayın. Təşəkkür edirik Xəyal bəy. Mirmehdi və Mikhail buyurub əyləşə bilərsiniz. Əslində Xəyal bəyin dedikləri sadəcə bir fikir, bir cümlə deyil. Bugün burada məhz bu olimpiadalar üzrə əldə olunan nəticələri sizlə bölüşəndə bunun canlı şahidi oluruq. Neçə-neçə qızıl, gümüş, bürünc medal qazanan bizim istedadlı şagirdlərimiz var və siz də onlar kimi bu yolu davam edəcəyinizə əminik. Əziz şagirdlər, sizin mükafatlanma mərasiminə başlayırıq. Məncə səbirsizliklə gözlədiyiniz bu məqamı təmtəraqlı, gürültülü bir alqışlarla başlayaq. Beləliklə, International Maths Challenge yarışmasının qızıl medal qazanan şagirdlərini biz səhnəyə dəvət edəcəyik. Rica edirik ki, bizim könüllərimizin təlimatlarını dinləyəsiniz. Onlar sizə istiqamət verdiyi təqdirdə siz səhnəyə buyuracaqsınız. Sayımız çoxdur, ona görə də mərhələli şəkildə hər birinizi təltif edəcəyik. International Maths Challenge yarışmasının qızıl medal qazanan şagirdlərini səhnəyə dəvət edirik. Buyurun, əziz dostlar, öz biliyinizin, bacarığınızın nəticəsi olaraq bugün bizdən qızıl medalları təhvil alacaqsınız. Və Star College'in rəhbəri Hüseyin müəllimdən rica edirik ki, səhnəyə buyurasınız. Bizim qızıl medal qazanan şagirdlərimizi siz təltif edəcəksiniz, təbrik edəcəksiniz, uğurlar diləyəcəksiniz təbii ki, onların hər birinə. Qarşımızda qızıl medal qazanan şagirdlərdir. Bəlkə də ilk dəfədir belə bir mötəbər məkanda, böyük bir səhnədə sizin qarşınızdadılar. Ona görə də onların həyəcanını yoxa çıxartmağın bir yolu var, onu da siz özünüz çox gözəl şəkildə bilirsiniz. Beləliklə bizim mükafatlamamız başlayıb, mərhələli şəkildə hər iki olimpiyadanın qızıl, gümüş və bürünc medal qazanan şagirdlərini bu səhnədə bərabər təltif edəcəyik.
şagirdlərimizi ürəkdən təbrik edirik. Bir kollektiv foto çəkəcəyik. Alqışlarımızı, təbrik alqışlarımızı onlardan əsirgəmirik. Kollektiv foto çəkirik illər sonra gözəl xatırlanması üçün. Təbrik edirik şagirdlərimizi və qızıl medal qazanan şagirdlər idi qarşımızda. İndi isə gümüş medal qazanan şagirdlərimizi səhnəyə dəvət edirik. Buyurun əziz dostlar, siz isə buyurub əyləşə bilərsiniz. Hüseyn müəllimə də çox sağ ol deyirik. Növbəti mükafatları təqdim etmək üçün Senem xanım və Tariro xanımı səhnəyə dəvət edirik. International Math Challenge yarışmasının gümüş medal qazanan şagirdləri bizim qarşımızdadır. Biz mükafatlanmanın başlanğıcındayıq. Zalda hələ ki kifayət qədər tamaşaçımız, auditoriyamız, şagirdlərimiz, qonaqlarımız var. Ona görə də sevinclə səhnəyə çıxan bizim dəyərli istedadlı şagirdlərimizi rica edirik ki, elə alqış sədaları ilə müşayiət edəsiniz. International Math Challenge yarışmasının gümüş medal qazanan şagirdləri tərtib olunurlar. Hər birinə sertifikatlar sayı çox olduğuna görə öncədən təqdim olunub. Bu səhnədə isə təntənəli şəkildə onların hər birinin əldə etdikləri müxtəlif əyarlı medalları təqdim olunur. Gümüş medal qazanan şagirdlər qarşımızdadır və sevindirici bir haldır ki, bu olimpiyadalarda yalnız bir dəfə iştirakla kifayətlənməyən neçə şagirdlərimiz var. Artıq neçənci dəfədir ki, bu olimpiyadada iştirak edirlər və Global Olympiad Center tərəfindən təşkil olunan bu olimpiyadalarda əldə etdiyiniz ümumi nəticələri, bütün o ardıcıllığı görmək istəyirsinizsə, siz artıq Global Olympiad Center'ın yaratdığı şəxsi kabinetə daxil olaraq özünüzlə bağlı məlumatları orada rahatlıqla görə bilərsiniz. Kollektiv foto çəkirik, təşəkkür edirik və gümüş medal qazanan növbəti şagirdlərimiz səhnəyə dəvət olunurlar. Buyurub əyləşə bilərsiniz əziz şagirdlər.
Təşəkkür edirik və International Maths Challenge yarışmasının bürünc medal qazanan şagirdlərini səhnəyə dəvət edirik. Mərhələli şəkildə hər bir olimpiyadanın qızıl, gümüş və bürünc medal qazanan şagirdləri bu səhnədə təltif olunurlar. Əziz bürünc medal qazanan istedadlı dostlar, buyurun səhnəyə. Onları isə təltif etmək üçün biz səhnəyə Nigar xanımı və Pərvin xanımı dəvət edirik. Bürünc medal qazanan şagirdlərimizin sayı çox olduğuna görə onları da hissəli şəkildə bu səhnədə təltif edirik, medalları təqdim olunur. Valideynləri tam qürurla, fəxarətlə onların foto-videolarını bu səhnədən çəkib, bugün sosial mediada paylaşıb deyə bilərlər ki, övladlarımız uğur qazanıb. Bu onların biliyinin bəhrəsidir, savadının nəticəsidir. Bu olimpiyada sizin gələcək uğurunuza açılan bir yoldur. Ona görə də bir nəticə ilə kifayətlənməyib, növbəti olimpiyadalarda da yenidən sizi burada görəcəyimizə inanırıq, əminik və ən əsası yekun mərhələdə Azərbaycanımızın adına ən yüksək nəticəni qazanıb geri dönəcəyinizə də inanırıq. Bu yolda isə sizə kifayət qədər dəstək var, yetər ki, öz bilik bacarıqlarınızı nümayiş etdirəsiniz. Bürünc medal qazanan şagirdlərimizi bir daha təbrik edirik, uğurlar arzulayırıq və sizinlə də kollektiv foto çəkib, alqış sədaları altında sizi yola salırıq. Əziz şagirdlər, buyurub keçə bilərsiniz. Növbəti bürünc medal qazanan şagirdlərimiz səhnəyə buyururlar. Pərvin xanımdan, Nigar xanımdan rica edirik ki, səhnədə qalasınız. Növbəti medal qazanan şagirdlərimiz təltif olunurlar. International Maths Challenge yarışmasının bürünc medal qazanan şagirdləri təltif olunmağa davam edirlər. Bir qismi də var, onları da təltif edəndən sonra Kopernik Olimpiyadasının qızıl, gümüş, bürünc medal qazanan şagirdlərini bu səhnədə sizinlə bərabər təltif edəcəyik.
Şagirdlərimizin hər birinə əldə etdikləri nəticələrə dair sertifikat, medal və Star College tərəfindən endirim kuponu təqdim olunur. Yaxınlaşıb bütün xidmətlərdən endirimli şəkildə yararlana bilərsiniz. Qaliblərimizi təbrik edirik, onlarla da xatirə şəkli çəkirik, mərkəzə baxırıq, alqış sədalarını onların heç birindən əsirgəmirik və uğurlar diləyirik sizə də, əziz şagirdlər. Buyurub keçə bilərsiniz və növbəti bürünc medal qazanan şagirdlərimiz səhnəyə dəvət olunurlar. Gəlin əziz dostlar, gəlin siz də bu səhnədə bürünc medallarla təltif olunursunuz. Növbəti bürünc medal qazanan şagirdlərimiz səhnədədirlər, təltif olunurlar. Ardından isə Kopernik Riyaziyyat Olimpiyadasının mükafatlanmasına başlayacağıq. Hörmətli Pərvin xanım, Nigar xanım, xahiş edəcəyik ki, sonuncu bürünc medal qazanan şagirdlərimizi də siz təltif edəsiniz. International Maths Challenge Olimpiyadasının şagirdləri, bürünc medal qazanan şagirdləri təltif olunurlar, onları da təbrik edirik. Bununla da International Maths Challenge Olimpiyadasının mükafatlanması başa çatır. Kopernik Riyaziyyat Olimpiyadasının mükafatlanmasına başlayırıq. Mərkəzə baxırıq, foto çəkilir və sizə də uğurlar arzulayırıq, əziz şagirdlər. Təşəkkür edirik, çox sağ olun, buyurub keçə bilərsiniz. Pərvin xanım, Nigar xanım, sizə də təşəkkür edirik. İndi isə Kopernik Riyaziyyat Olimpiyadasının mükafatlanmasına başlayırıq. Onları da inanırıq ki, alqışlarla bu səhnədə qarşılayacağıq. Beləliklə, qızıl medal qazanan şagirdlər səhnəyə buyururlar. Onları isə təltif etmək üçün Senem xanımı və Tarira xanımı səhnəyə dəvət edirik. Mükafatlamada rica edirik ki, siz də bizlə bərabər olasınız. İstedadlı, bilikli, bacarıqlı şagirdlərimizin Kopernik Riyaziyyat Olimpiyadasının qızıl medalçılarına medallarını təntənəli şəkildə bu səhnədə təqdim edirik. Deməli, hörmətli valideynlər, yanımda gördüyünüz bu gənc bizim deməli ötən ildə Dubayda keçirilən final mərhələsində IMEC-də dünya mükafatçısı olmuşdu. Deməli, bu apellyasiya verilmişdi. Apellyasiyanın sonunda nəticəsi bilinmişdi. O Diamond mükafatı qazanır. Düzdür, onun biraz mükafatı geç gəldi. Amma əsas odur ki, Diamond mükafatı gəldi, dünya birincisi olmuşdu. Onun medalını istəyirəm ki, ona sizin alqışlarınızla da təqdim edeyim. Təbrik edirik, uğurlar arzulayırıq və inanırıq ki, belə birinciliklərimiz çox olacaq. Hazırda isə səhnədə Kopernik Riyaziyyat Olimpiyadasının qızıl medal qazanan şagirdləri təltif olunurlar. Hər birinə qızıl medal, sertifikat və Star College-dən endirim kuponları təqdim olunur ki, bütün bu xidmətlərdən endirimli şəkildə yararlansınlar. Bununla yanaşı ACCA-in də sizə təqdim edəcəyi, təklif edəcəyi xidmətlər var. Bunun üçün giriş hissədə güşə yaradılıb, ACCA-in güşəsidir, yaxınlaşaraq ətraflı məlumat əldə edə bilərsiniz.
Təşəkkür edirik. Qaliblərimizi ürəkdən təbrik edib yola salırıq. Senem xanım, Darira xanım səhnədə qalırıq. Növbəti qızıl medal qazananlar səhnəyə buyururlar. Qızıl medal qazanan növbəti şagirdləri səhnəyə buyururlar. Onların da hər birinə medallar təqdim olunur. Kopernik Riyaziyyat Olimpiyadasının qızıl medal qazanan şagirdlərinin hər biri təltif olundu. Ardından biz gümüş və bürünc medal qazananları təltif edəcəyik. Uğurlar arzulayırıq, foto çəkirik, ənənəmizə sadiq qalıb, alqışlarımızı da əsirgəməyərək qızıl medal qazanan şagirdlərimizi yola salırıq. Qarşımızda Kopernik Riyaziyyat Olimpiyadasının gümüş medal qazanan şagirdləridir. Ələkbər bəy və Hüseyin bəy, rica edirik səhnəyə buyurasınız. Şagirdlərimizi siz xahiş edəcəyik ki, təltif edəsiniz və medalları bu səhnədə təntənəli şəkildə onlara təqdim olunur. Və biz bugün bir neçə olimpiyadaya artıq şahidlik etdik. Sizdən öncə də səhər də bizim olimpiyadamızın iştirakçıları var idi. İlk olimpiyadanın mükafatlanmasında da biz xüsusi olaraq o şagirdləri səhnəyə dəvət etdik. Onlar bizim dəyərli şəhidlərimizin övladları idi və sevindirici bir haldır ki,
Kopernik Riyaziyyat Olimpiyadasında da gümüş medal qazanan şagirdlərimizdən biri bizim dəyərli şəhidimiz Vüsal Cəfərovun qızıdır. Mən əminəm ki, siz ondan gürültülü təbrik alqışını əsirgəməyəcəksiniz. O bizim dəyərli şəhidimizin yadigarıdır. Nə xoş ki, bax belə böyük uğura imza atıb. Xahiş edirik ki, alqışlarınızı əsirgəməyəsiniz, sən gitməyəsiniz, ucaldasınız və ona bugün təbriklərinizi ünvanlayasınız. İlk olarak hamımızı salamlayıram və tüm medalçıları təbrik edirəm. Mən buradan dərin təşəkkürümü müəllimlərimə bildirirəm. Aytac müəllim və Əlkiram müəllim. Onları çox sevirəm və mən bu medalı şəhid atalıma həsr edirəm. Bizim dəyərli şəhidimiz Vüsal Cəfərovun fotosu ilə öz sinəsində gələrək bu olimpiyadada iştirak edir. Uğurlar arzulayırıq, inanırıq ki, ən yaxşı nəticələrlə Azərbaycan elmində sayılıb seçilən dəyərli şəxslərdən olacaqsan. Təbrik edirik səni, uğurlar arzulayırıq. Bu alqışlar sənindir. Və mükafatlamamız davam edir. Şagirdlərimizin hər birini ürəkdən alqışlayıb təbrik edirik. Uğurları bol olsun və biz gümüş medal qazanan şagirdlərimizin mükafatlanmasını davam edirik. Buyurub keçə bilərsiniz əziz şagirdlər. İndi isə növbəti gümüş medal qazanan şagirdlər səhnəyə buyururlar. Əziz şagirdlər, gəlin, iri addımlarla səhnəyə keçin. Sizi burada gözləyirik. Gümüş medal qazanan şagirdlərimizi təbrik edirik, uğurlar arzulayırıq və onları da yola salıb növbəti gümüş medal qazanan şagirdləri səhnəyə dəvət edirik. Ələkbər bəy, Hüseyin bəy, xahiş edirik səhnədə qalasınız. Buyurun, keçə bilərsiniz, növbəti medallar sizə təqdim olunacaq.
Ardından isə bürünc medal qazanan şagirdlər təltif olunacaq. Xahiş edirik əyləşəsiz, könüllülərimiz sizi yönəldəcəklər səhnəyə. Könüllülərimiz dediyi təqdirdə qalxıb səhnəyə yönəlməyinizi rica edəcəyik. Digər şagirdlərdən xahiş edirik əyləşəsiz, könüllülərimiz dediyi təqdirdə qalxacaqsınız, narahat olmayın, növbəli şəkildə. Ayağa qalxmayın, əyləşirsiniz, növbəli şəkildə səliqəli formada səhnəyə buyuracaqsınız. Mərkəzə baxırıq, kollektiv şəkil çəkirik. Təşəkkür edirik, sizdən rica edirik səhnədə qalasınız. Buyurub keçə bilərsiniz, əziz şagirdlər. Növbəti bürünc medal qazanan şagirdləri səhnəyə dəvət edirik. Hazırda Kopernik Riyaziyyat Olimpiyadasında bürünc medal qazanan şagirdlər bu səhnədə təltif olunurlar. Onlara da uğurlar arzulayaraq səhnəyə dəvət edirik və medalları təntənəli şəkildə təqdim olunur. Kopernik Riyaziyyat Olimpiyadasının bürünc medal qazanan şagirdləri təltif olunmağa davam edirlər. Mərhələli şəkildə sayımız çoxdur, sertifikatları öncədən təqdim olunub. Səhnədə sizin hər birinizə medalları bizim dəyərli qonaqlarımız təqdim edirlər və inanırıq ki, növbəti olimpiyadalarda da yenidən sizi görəcəyik ən yaxşı nəticələrlə təbii ki. Kollektiv foto çəkirik, mərkəzdə baxırıq. Onların hər birini ürəkdən təbrik edirik. Əziz şagirdlər, uğurlarınız bol olsun və ən əsası bu davamiyyəti qoruyub saxlayasınız. Buyurub keçə bilərsiniz. Növbəti bürünc medal qazanan şagirdlərimiz səhnəyə buyururlar. Təşəkkür edirik sizə Hüseyin bəy, Ələkbər bəy. Çox sağ olun, buyurub əyləşə bilərsiniz. Növbəti medalları təqdim etmək üçünsə dəyərli Pərvin xanımı və Nərgiz xanımı səhnəyə dəvət edirik.
Kopernik Riyaziyyat Olimpiyadasının bürünc medal qazanan şagirdləri qarşımızdadır. Onların da hər birinə uğurlar arzulayırıq və inanırıq ki, bu Riyaziyyat Olimpiyadasında, Kopernik Riyaziyyat Olimpiyadasında əldə etdikləri uğurların ardını gətirərək digər olimpiyadalarda və ən əsası Beynəlxalq Olimpiyadanın final mərhələsində Azərbaycanın adına ən yaxşı nəticələri əldə edib geri qayıdacaqlar. Necə ki, bu ənənə artıq neçə ildir ki, davam edir. Mərkəzdə fotoqrupumuza baxırıq, kollektiv foto çəkirik. Uğurlar arzulayırıq sizin də hər birinizə, əziz şagirdlər. Buyurub keçə bilərsiniz. Növbəti bürünc medal qazanan şagirdlər qarşımızdadır. Onların da hər birinə bürünc medalları təqdim edirik, uğurlar arzulayırıq və növbəti olimpiyadalarda sizi də gözləyirik ki, bax belə final mərhələsində hər kəs sizin nailiyyətinizin ən yaxşısına şahidlik etsin. Növbəti bürünc medal qazanan şagirdlərimizdir. Sayı çoxdur, ona görə də mərhələli şəkildə hər birini bu səhnədə təltif edirik. Onların hər biri Kopernik Riyaziyyat Olimpiyadasında minlərlə şagird arasında seçilərək öz bilik bacarıqları ilə və ən əsası əzmləri ilə bugünə gəlib yüksəlməyi bacarıblar. Biz isə onları yalnız və yalnız təbrik edib uğurlar arzulayırıq. Fürsətdən istifadə edib bütün bu proseslər zamanı medalların təqdim olunmasında, şagirdlərimizin yönəlməsində dəstəyini əsirgəməyən dəyərli könüllərimizə bir daha xüsusi təşəkkürümüzü bildiririk. Çox sağ olun ki, bu gün ərzində bu 3 mükafatlanma mərasimində bizlə bərabər olub. Bax, belə böyük fədakarlıq nümayiş etdirərək, dayanmadan, usanmadan ən yaxşısını nümayiş etdirdiniz. Sayımız az olsa da, amma əminəm ki, könüllərimiz üçün, şagirdlərimiz üçün bir daha bir alqış sədasını eşidə biləcəyik sizdən. Təbrik edirik əziz şagirdlər, sizi buyurub keçə bilərsiniz. Pərvin xanımdan, Nərgiz xanımdan xahiş edirik, səhnədə qalasınız. Artıq son bürünc medal qazanan şagirdlərimiz təltif olunmaqdadılar. Onları təltif edirik və növbəti bürünc medalçılar səhnəyə buyururlar.
Mükafatlama davam edir. Növbəti bürünc medal qazanan şagirdlərimizə medallar təqdim olunur. Hüseyin müəllim, sizi də xahiş edirik ki, səhnəyə buyurasınız. Bu son medal təqdimatında istəyirik ki, siz də bizlə bərabər olub bu medalları təqdim edəsiniz. Bürünc medal qazanan şagirdlər, sizə uğurlar arzulayırıq, təbrik edirik. Əfsuslar olsun, sayımız azdır deyə sizin üçün gür alqış səsləndirə bilmirik. Amma burada olan alqışlar sizə ünvanlanır, təbrik üçün. Uğurlar arzulayırıq və sizi də yola salırıq. Buyurub keçə bilərsiniz. Növbəti bürünc medal qazanan şagirdlərimiz buyururlar. Nərgiz xanım, sizə təşəkkür edirik. Əyləşə bilərsiniz. Pərvin xanım, xahiş edirik ki, bizlə bərabər olasınız. Növbəti medalları təqdim edirik. Artıq yavaş-yavaş mükafatlanmanın son hissələrinə yaxınlaşırıq. Sonuncu bürünc medal qazanan şagirdlər bizi gözləyirlər. Onları da bu səhnədə bərabər təltif edəcəyik. Qarşımızda bürünc medal qazanan şagirdlər dayanıblar. Minlərlə şagird arasında bu nailiyyəti öz bilik və bacarıqları ilə əldə etdilər. Bugün isə bizdən bu medalları təhvil alırlar. Onları çəkən valideynlərə səslənirik. Bu sizin haqqınızdır. Çəkin, rahatlıqla, qürurla bugün sosial mediada paylaşın və deyin ki, övladım Kopernik Riyaziyyat Olimpiyadasında bürünc medal qazanıb. İnanırıq ki, bundan sonraki olimpiyadalarda da bax belə yüksək nəticələr əldə edib hər kəsin sevincinə səbəb olacaqlar. İndi isə onların medallarının təqdimatını davam edirik. Bir neçə dəqiqədən sonra isə artıq bu mükafatlanma da yekunlaşır. Bürünc medal qazanan şagirdlər, sizə uğurlar arzulayırıq. Sizi yenidən bu olimpiyadalarda gözləyirik. Hər birinizə medallar təqdim olunur. Kollektiv foto çəkirik, mərkəzə baxırıq. Ənənəmizə sadiq qalırıq. Təşəkkür edirik. Buyurub keçə bilərsiniz. Buyurub keçə bilərsiniz. Və növbəti sonuncu bürünc medal qazanan şagirdlər səhnəyə buyururlar. Bugün ərzində bizimlə bərabər olan, əməyi keçən fotoqraflara, videoqraflara xüsusi təşəkkürümüzü bildiririk. Könüllülərə təşəkkürümüzü bildiririk. Konqres Mərkəzinin əməkdaşlarına çox sağ ol deyirik. Böyük əmək sərf etdilər və bu olimpiyadanın baş tutmasında əllərindən gələn əsirgəmədilər və Global Olympiad Center'ın komandasına da çox sağ ol deyirik. Hər birinə ayrı-ayrılıqda komanda üzvləri çoxdur.
və biz yavaş-yavaş Olimpiyadanın son mərhələsinə, mükafatların təqdimatına çatırıq. Səhnədə dayanan şagirdlərimiz də təltif olunduqdan sonra mükafatlanma başa çatır. Amma növbəti olimpiyadalar isə davam edir. Az öncə Xəyal bəy də anons etdi. EA ilə bağlı, həmçinin SCCA-nin də sizə təqdim etdiyi təkliflərlə bağlı giriş hissədə güşəyə yaxınlaşaraq məlumatı əldə edə bilərsiniz. Artıq son medal da təqdim olundu. Bu o deməkdir ki, bugün üçün, bu mükafatlanma üçün sonuncu medalı, bürünc medalı təqdim etdiksə, mükafatlanma başa çatır. Valideynləri təbrik edirik, onlara uğurlar arzulayırıq. Bugün sevincinizin həddi hüdudu olmaya bilər. Bunu sizin övladlarınız sizə yaşadırlar. Siz də onlardan dəstəyinizi əsirgəməyin. Uğurlar arzulayırıq və burada olan şəxslərdən sonuncu ricamız bir alqış sədası ilə mükafatlanmanı yekunlaşdırırıq. Növbəti olimpiyadalarda görüşmək ümidi ilə iştirakınız üçün təşəkkür edirik. Sağ olun, sağlıqla qalın. Salam Vasif, necəsən? Salam, yaxşıyam. Hansı məktəbdə oxuyursan? Dünya məktəbi. Bugün hansı olimpiyadalardan medal qazanmısan? FISO və NextGen. Daha əvvəl də iştirak etmişdin olimpiyadalarda. Hansı medallar qazanmışdın? Bəli, Dubayda FISO qızıl almışdım. Bugün burada olmaq sənə nə hiss etdirir? Çox yaxşı hiss. Bəs hazırlaşanda ən çox kim motivasiya edib və ya nə motivasiya edib səni? Anam, atam və müəllimələrim. Buradan kiməsə salam göndərmək istəyirsən? Anam və atama. Salam Dəniz, necəsən? Yaxşıyam, çox sağ olun. Bugün hansı medallar qazanmısan? FISO məntiqdən bürünc medal, FISO riyaziyyatdan gümüş medal. Bugün burada olmaq sənə nə hiss etdirir? Mən çox heyecanlıyam. Ən çox səni kim motivasiya edib olimpiyadalara hazırlaşanda? Valideynlərim və müəllimələrim. Sənin kimi olimpiyadalara hazırlaşan şagirdlərə nə tövsiyə vermək istəyərdin? Tövsiyə verirəm ki, onlar çox üzərində çalışmalıdırlar. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, müəllimələrimə. Salam, necəsən? Özünü təqdim edə bilərsən? Salam, mənim adım Aygündür. Mən Tərtər şəhəri 3 nömrəli tam orta məktəbdə oxuyuram. Mən 4-cü sinif şagirdiyəm. Bu medalları alma sayəm Əsmə müəllimimdir. Bugün burada olduğuna görə nə hiss edirsən? Çox sevincliyəm. Bu olimpiyadalara hazırlaşarkən sənə kim daha çox motivasiya verdi? Əsmə müəllimi. Bəs buradan kiməsə salam göndərmək istəyirsən? Hə, anam gilə. Salam, necəsən? Özünü təqdim edə bilərsən? Mən Mehrab Dövlətov. Cəlilabad rayonunda Şamil Nəzərov adına 1-ci Sahil tam orta məktəbdə oxuyuram. Bugün hansı medal qazanmısan? Bürünc. Burada olduğun üçün nə hisslər keçirdirsən? Çox yaxşı bir hissdir. Bəs sənə ən çox motivasiya verən və ya nə olmuşdu bu olimpiyadalara hazırlaşarkən? Müəllimlərim mənə motivasiya verdilər. Bəs buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, müəllimlərimə, Anar müəllim, Rəqibə müəllim və Rüstəm müəllimə buradan salamlar göndərirəm. Uğurlar sənə.